Sonra ise Allah subhanahu teala bu surede kullarına bir nimetlerini hatırladır. Bu nimetler hem dini hem dünya hem de uhravi ahirete nimetleri. Ve her nimeti hatırladıktan sonra ba'de kullu cinsin nev'i minen naimi yunebbi tekalil şükrihi. Nimeti hatırlattıktan sonra da kullarını ne? Dikkat çekir. Ki nimeti şükürlesinler. Ona göre çok ayelerin sonunda gelir ki nimeti zikri sonra ki febi eyyi ala rabbikuma tukezziben. Öyleyse Rabbinizin hansı nimetlerini yalan sayabilirsiniz. Ve İmam Sa'di rahmetullah bunu 13. ayette zikirleyir. Biz evvelden vurgulayaq ki, yani hatta yani ayeleri keçdikçe bile neye davet elədiyi mənalarını. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem o zaman ki bu surəni cinlər oxumuşdu. İmam Sa'di ki, وَمَا أَحْسَنَ جَوَابِ الْجِنَّ حِينَ تَلَى عَلَيْهِمْ النَّبِيُّ sallallahu aleyhi ve sellem diye sonra. Cinlərin cavabı ne güzel oldu. O zaman ki Peyğəmbər sallallahu aleyhi ve sellem onları bu surəni oxumuşdu. Hatta Peyğəmbər sallallahu aleyhi ve sellem sahabeler deyir ki, ben bu surəni cinləri okudum. Onlar sizden daha yaxşı cavab verdiler. Allahu akbar. Sizden daha yaxşı cavab verdiler. Deyir, hər dəfə mən o deyəndə ki, fəbi əyyi əlai rabbikuma tukezziban. Elə isə Rəbbinizin hansı nemətləri yalan sayırız deyəndə cinlər deyirdilər ki, وَلَا بِشَيْءٍ مِنْ آلَائِكَ رَبُّنَا نُكَذِّبُ وَلَكَ الْحَمْدِ. Cinler dediler ki Allah'ım hem senedir, ey Rabbimiz hem tenedir. Ey Rabbimiz sen elə bir nimetin yok ki o niye yalanlıyor? Her defa ayet tutarında bu diyendeki fe bi eyyâle rabbikum tukezziben cinler bu cüz cevap verirdi.